Gəncədə bıçaqlanma hadisəsi baş verib. Məlumata görə hadisə şəhərin Əzzəliyev prospektində yerləşən şadlıq saraylarından birində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Arzu Hüseynov bıçaqlanma diaqnozu ilə Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Zülfüqar Məmmədov adına xəstəxanaya yerləşdirilib. Dünən bizə 21 radələrdə daxil olub vətəndaş Hüseynov Arzu Şahinoğlu 2000-ci il təvəllüd döş qəfəsinin sol tərəfinin daxil kəsilmiş deşim yaralanmasına görə təxirə əməliyyat aparılıbdır. Hal-hazırda onun vəziyyəti keçid əməliyyatı uyğundur, stabildir. Araşdırma zamanı məlum olub ki, 25 yaşlı Arzu Hüseynovu Daşkəsən rayon sakini, həmyaşıdı Sənan Bağırov aralarında baş verən mübahisə zamanı bıçaqlayıb. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Arzu Hüseynova kəsici deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Daşkəsən rayon sakini Sənan Bağırov saxlanılaraq istinaqa təhvil verilib, araşdırmalar davam etdirilir. Məlumata görə hər iki şəxs eyni toyda olublar. Onların yaxın dost olduqları bildirilir. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV, Gəncə.